Cənab Prezident, mənim müraciətim sizədir. Vallahi mən tez-tez utanıram deyim, şəhid atasıyam ki, deyərsiz ondan istifadə edir, Quran haqqı istifadə eləmirəm, and olsun Allaha. Adil Əliyev bizdə olub, qapını açıb, önümüzdən promoya həyətə düşür. Bax, Adil Əliyev satıb bunu. Görsən, mala da vurub, şikatur da vurub, təzəyici satıb, dəniz qırağıb, bax. Görsən, ancaq sən Adil Əliyev, mən ölsən sonra əkəcəkdim. Mənim gəldim, daşları yığmışdın bir-birinin üstünə, təpiyi vurdun, sütdün, tökdün yerə. Hələ utanmırsan, hələ prezident sənə töhmət verəndə, durdun gəldin bizə ki, şəhid atası, prezident mənə töhmət verib. Bax, Adil Əliyev, məni vermədin orada soğan yerləşməyə, bax, özün görürsən, parça-parça, hövsamda yer qoymamsan. Balaşın əlindən torpağını aldın, zor-zorlama ilə, qol gücü ilə, kişinin torpağı idi, aldın, satdın onu. Vermişsən indi Naxçıvanlılar, kətçilər, bax, böyük obyekt tikib 400 min də pul almış ondan. Bax, bu da sənin əməlin. Mən soğan əkirəm, ancaq sən bunu aparsan balalava yedizdirirsən, şoğlu. Sənin oğlun 911 Porsche sürür. Ancaq mən şəhid atasıyam, mən oğlumu vermişəm. Mən bir dənə soğan yerinsən çox gördün Adil Əliyev, əyib olsun sənin üçün.